Bir daha xoş gördük sizi, hörmətli izləyicilər. Çəkilişlərimiz davam edir. Hal-hazırda həmin binanın 3-cü mərtəbəsində 71 kvadrat 3 otağa düzəlmə mənzillə sizi tanış edirəm. Başladım çəkilişə mənzilin dəhlizindən. Gördüyünüz kimi bu mənzilin ümumi dəhliz hissəsidir. Bax, təqdim edirəm sizlərə. Döşəməsi belə görürsünüz, mərmərdir, isti poldur, hörmətli izləyicilər. Belə qəşəng zövqlə təmir olunub, adamın özünün də xoşu gəlir. Yəni, təmirdən belə qəşəng işıqlanması, gördüyünüz kimi bax, çox gözəl bir dəhliz hissəsi var. Burada belə bir yataq otağı yerləşir, hörmətli izləyicilər. Biraz bax belə eyvan hissəsi də var. Biraz gün düşür, video işıqlı görsənir. Belə bir eyvan da var. Bax, buradan göstərirəm. Aydın görsənsin. Üstün nə qədər asılıb. Qəşəng ağ qapılar zövqlü. Modern üsulda təmir olunub. Bax, burada sanitar qovşağı hörmətli izləyicilər. Görürsünüz. Belə gözəl, zövqlə, dizaynla, asma tavanına qədər bütün aksesuarlar da quraşdırılıb, hazır bir vəziyyətdədir. Bir yaşa mənzildə hörmətli izləyicilər. Burada növbəti bir yataq otağı. Üstünə qədər asılıb. Buradan daxil olub qonaq otağına. Görün, gözəl zövqlə təmir olunub. Çox gözəl zövqlə işlənmiş mənzildir. Belə gözəl tvissenti yığılıb. Bax, görürsünüz, hörmətli izləyicilər. Bunun da baş tərəfində belə bir mətbəx yığılıb. Xudmani bir mətbəx yığılıb. 3 otağa düzəlmə mənzildir. Yəni, normal bir ailənin, gənc bir ailənin yaşamaq üçün çox gözəldir. Bax, belə bir mətbəxi yığılıb. Burada eyvan hissəsi var. Bax, belə də tanış edirəm. Bunun da baxış hissəsi, hörmətli izləyicilər. Bax, gördüyünüz, bayaq göstərmişim də sizə. Bax, görürsünüz, irşad. Bu əsas yoldur. Əsas yoldan 100 metr məsafədə yerləşir. Çox gözəl zövqlə təmin olunur, hörmətli izləyicilər. Çox gözəl mənzildir. Qiymətin açıqlama bölməsində qeyd edəcəyik. Bugünlük bu qədər. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. İndi mən sizə bunun padmayak hissəsində təqdim edəcəm. Burada həmin kvadrat da padmayak mənzildə var. Onu da sizə təqdim edəcəm.